Salam, hörmətli abituriyentlər və müəllimlər. Bugün sizlərlə birlikdə alkanların oxşar alınma reaksiyalarına toxunacağıq. Belə ki, oxşar alınma reaksiyaları nədir? Bəzən abituriyentlər və müəllimlər nəyə qarışdırırlar, yəni daha çox belə deyək, nəyə unudurlar? Alkanın monohalogenli törəmələrinin üzərinə natriy metalı gələndə və ya da ki, kalium OH-ın suda məhlulu gələndə, kalium OH-ın spirtdə məhlulu gələndə və ya da ki, həmçinin alkanın dihalogenli törəmələrinin üzərinə sink metalı ilə təsir göstərəndə və ya da ki, deməli, kalium hidroksidin spirtdə və suda məhluluna təsir göstərəndə hansı reaksiya məhsulları əmələ gəlir? Ona görə də bu günləri qısaldıb, qısa bir video çəkmək istədim. Belə ki, alkanların monohalogenli törəmələrinin üzərinə natriy metalı gələndə vürs reaksiyası üzrə alkan əmələ gəlir. Məsəl üçün, deyək ki, bizə veribdir alkil halogenit hər hansı bir alkil halogenit, məsələn, etil xlorid deyək, götürmüşük reaksiya üçün. Üzərinə natriy metalı gəlirik və bu zaman 2 mol alkil halogenit üzərinə 2 mol natriy metalı gəlinəndə 2 mol natrium gəlib 2 mol alkil halogenitdəki 2 mol xlorla 2 mol natrium xlor şəklində ayrılır. Və bu zaman yerdə qalan hissə radikal hissədir. Bax, bu etil radikalıdır və bu özünün güzgü əksini yaradır. CH3CH2 özü ilə güzgü əksi CH2CH3 yaradır və birləşir də belə deyək də güzgü əksini CH3CH2 özü ilə güzgü əksinə birləşdi və belə bir simmetrik quruluşlu alkan, yəni butan maddəsini əmələ gətirdi. Bəzən burada alkil halogenitlərin qarşılığı da götürülür. Məsəl üçün sadə bir nümunəyə baxaq. Məsəl üçün deyək ki, metil xlorid götürülür və həmçinin etil xlorid götürülür. Üzərinə natrium metalı ilə gəlirik və reaksiya nəticəsində burada birinci CH3 xlor götürmüşük, düzdürmü? Bunun özünün güzgü əksi yaranacaq. CH3CH3, yəni etan maddəsi yaranacaq. İkinci, bu aşağıdakı etil xloridin tərkibində hansı radikallar? Etil radikalı, etilin güzgü əksi CH3CH2, CH2CH3, yəni butan maddəsi əmələ gələcək. Üçüncü isə bu iki radikalın qarışığı, yəni CH3 ilə CH3CH2, yəni metil ilə etil radikalının qarışığı, yəni birləşməsindən əmələ gələn alkan əmələ gələcək, belə deyək. CH3, CH2, CH3. Bax, bu şəkildə, yəni reaksiya nəticəsində birinci CH3, yəni metil radikalının özünün güzgü əksi, ikinci etil radikalının güzgü əksi, üçüncü isə metil ilə etilin qarışığından əmələ gələn propan maddəsinin yarandığını müşahidə etdik və reaksiya üçün 3 mol etil xlorid, 3 mol metil xlorid götürsə, 3 mol da natriumdan təsir etsək, reaksiya zamanı əmələ gələcək nə? Deməli, daha doğrusu 6 mol natrium gəlsək, çünki reaksiya zamanı 6 mol natrium xlor əmələ gəlməlidir. Xlorun miqdarı 6 oldu, natrium da 6 olmalıdır ki, 6 mol natrium xlor şəklində ayrılsın və görürsünüzmü, reaksiyada 3 mol metil radikalı gördük. Bu metil radikalları bunlardır. Bax, 1, 2, 3. Həmçinin reaksiya üçün 3 mol etil radikalı gördük. 3 mol etil radikalı da, bax, ikisi bulardır, etil-etilin birləşməsi, digəri isə növbəti qeyri-simmetrik quruluşlu alkan əmələ gəlməsində istifadə olunan etil radikalıdır. Reaksiyaların çıxımı adətən belə olur. Adətən deməli 50% çıxım iki radikalın birləşməsindən yaranan alkanda olur. 25% çıxım isə eyni radikalların simmetriya əmələ gətirilməsi nəticəsində əmələ gələn alkanların payına düşür. Yəni çıxım olaraq 25% və 50% kimi adətən vurğulanır. Düzdür, bu bir qədər fərqli də ola bilər, amma adətən bu şəkildə vurğulanır. Daha sonra biz alkanların monohalogenli törəmələrinin üzərinə deməli kalium OH-ın və ya da ki, natrium OH-ın spirtdə məhlul ilə təsir göstərsək hansı maddələri ala bilərik? Gəlin onlara baxaq. Məsəl üçün, deyək ki, bizə veribdir, məsəl üçün 2 xlor propan. 2 xlor propanın üzərinə kalium OH-ın spirtdə məhlulu gəlsək, nə baş verəcək? Alkanın monohalogenli törəmələrin üzərinə gələnlərin spirtdə məhlulu gələn zaman, deməli, burada alken əmələ gəlir. Kalium gəlib xlorla birlikdə kalium xlor şəklində ayrılır. Daha sonra kalium OH-ın OH-ı su şəklində ayrılmaq istəyir. OH özünə H yoldaşı axtarır, sanki lora dildə desək və bu zaman xlorun sağına soluna baxırıq. Hansı tərəfdəki karbon hidrogeni azdırsa, oradan hidrogen qopur, OH-la birlikdə su şəklində ayrılır və alken əmələ gətirir və Zaysov qaydası deyilir bu qaydaya. Sadəcə olaraq burada o qaydaya ehtiyac duyulmalıdır. Niyə? Çünki xlor biləşən karbonun sağ və solundakı karbonların hidrogenləri eyni qədərdir. Ona görə də burada önəmi yoxdur. İstənilən bir yerdən hidrogenin birini qopardırıq, OH-la birlikdə HOH şəklində ayrılır və reaksiya nəticəsində CH3, CH, 2 qat rabitə CH2, yəni propen əmələ gələcək. İstəyirsiniz bir başqa nümunədə baxaq. Məsəl üçün, deyək ki, bizə veribdir 2 xlor butan.
2 xlor butanın üzərinə kalium OH-ın spirtdə məhlulu ilə təsir göstərəndə kalium gəlib xlorla birlikdə kalium xlor şəklində ayrılacaq. Bu səfər OH özünə H yoldaşı axtaranda sağ və sol xlor çıxan karbonun sağına soluna baxırıq. Soldakı karbonun 3 hidrogeni var, sağdakı karbonun 2 hidrogeni var. Hidrogeni az olandan, yəni sağdan bir hidrogen qopardırıq və həmin qopmuş hidrogen OH ilə birlikdə HOH şəklində ayrılır. Həmçinin kalium da xlorla kalium xlor şəklində ayrılmış. Onları oxuma alt hissəsində yazdıq. Reaksiyanın əsas məhsulu CH3, CH, 2 qat rabitə CH, CH3 olacaq. Bu olacaq buten 2 maddəsi və bu üsul Zaytsev üsulu adlanır. Amma xatırlatmaq istəyirəm ki, burada təkcə buten 2 maddəsi yox, həmçinin buten 1 də əmələ gələ bilər. Sadəcə olaraq əsas reaksiya məhsulu, əsas çıxımımız buten 2 istiqamətindədir. Bu əsas məhsulumuz hesab olunur. Amma təbii ki, sol tərəfdən də hidrogen qopa bilərdi və bu zaman buten 1 maddəsi əmələ gələrdi. Amma adətən bizdə testlərdə əsas reaksiya məhsulumuz hansıdır soruşulur. Əsas reaksiya məhsulu olaraq yuxarıdakını qeyd edir, ona görə aşağıdakını pozdum. Deməli, alkanın monohalogenli törəməsinin üzərinə natrium metalı ilə gələndə dedik, alkan əmələ gələcək virus reaksiyası üzrə. Alkanların monohalogenli törəmələrin üzərinə gələnlərin spirtdə məhlulu ilə təsir göstərəndə alkin əmələ gəlir və adətən Zaytsev qaydası üzrə reaksiya həyata keçirilir. Daha sonra alkanların monohalogenli törəmələrin üzərinə bəs kalium OH-ın suda məhluluna gəlsək nə baş verəcək? Deməli, məsəl üçün yenə deyək ki, tutalım bizə veribdir, məsəl üçün 2 xlor butan. Üzərinə gəlmək istəyirəm kalium OH-ın suda məhlulunu. Bu zaman kaliumdan xlor, kalium xlor şəklində ayrılacaq. Kalium xlor ayrılandan sonra suda məhlulda OH xlor çıxan hissəyə gəlir birləşir. OH bu xlorun çıxdığı karbona gəlib birləşir və spirt, doymuş bir atomu spirt əmələ gətirir. Reaksiyadan əmələ gələcək CH3, CHOH, CH2, CH3, yəni butanol 2 maddəsi əmələ gələcək. Bu oldu alkanların monohalogenli törəmələri üzrə müxtəlif, belə deyək də, üzv maddələrin alınması, alkanların alınmasına baxdıq virus reaksiyası üzrə, alkinlərin alınmasına baxdıq Zaytsev qaydası üzrə, həmçinin spirtlərin də alınmasına baxdıq. Bu zaman kalium OH-ın suda məhlulundan istifadə olunduğunu müşahidə etdik. Növbəti halda biz alkanların dihalogenli törəmələrindən gəlin davam edək. Alkanların dihalogenli törəmələrinin üzərinə sink metalı gələrkən alkin də əmələ gələ bilər, sikloalkan da əmələ gələ bilər. Belə ki, əgər halogenlər qonşu karbonlarda yerləşərlərsə, onun üzərinə sink metalı gələndə əmələ gələcək alkin. Məsəl üçün, deyək ki, CH3, CH xlor, CH xlor, CH3, məsəl üçün. 2-3 dixlor butan maddəsi götürək, üzərinə sink metalı gələk. Nəticədə sink metalı gəlib xlorlarla birlikdə sink xlor şəklində ayrılacaq və xlorlar çıxan hissəyə 2 qat rabitə düşəcək. CH3, CH, 2 qat rabitə CH, CH3 və beləliklə buten 2 maddəsini əldə elədik. Əgər halogenlər bir-birindən uzaq məsafədə yerləşərsə, yəni ayrı-ayrı karbonlarda, uzaq karbonlarda yerləşərsə, bu zaman sikloalkan əmələ gəlir. Məsələn, CH2 xlor, CH2, CH2, CH2 xlor. 1,4 dixlor butan. Üzərinə sink metalı gələndə sink gəlib bu xlorları götürür, çıxır və xlorlar birləşən karbonlar gəlin haşiyə alıb sayaq. Bu 1, 2, 3, 4. Deməli, xlorlar birləşən karbonlar da daxil olmaqla cəm əsas zəncirdə 4 karbonumuz var və bu əsas zəncirdə 4 karbon varsa buna uyğun siklobutan maddəsi əmələ gələcək. Yəni sikli quruluşlu birləşmə siklobutan CH2, 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 CH2. Yəni göründüyü kimi uzaq məsafədə olan da halogenlər sink metalına təsir göstərsə sikloalkan əldə olunur. Alkanların dihalogenli törəmələrində əgər halogenlər bir-birindən uzaq məsafədə yerləşərsə və reaksiya zamanı kalium hidroksidi spirtdə məhlulundan istifadə olunarsa, alkazen əmələ gəlir. Məsələn, gəlin baxaq. Yenə 1,4 dixlor butan üzərindən nümunə aparaq. Deməli, CH2 xlor, CH2, CH2, CH2 xlor. Üzərinə gəlmək istəyirəm kalium OH-ın spirtdə məhlulu. Gördünüzmü? Kalium hidroksidi spirtdə məhlulunu yazdım. Və bu zaman 2 mol kalium hidroksidi spirtdə məhlulundan istifadə olunur və bu zaman 2 mol kalium 2 mol xlorla birlikdə 2 mol kalium xlor şəklində ayrılır. Bu zaman əlimizdə 2 OH qaldı. 2 OH özünə 2 H yoldaşı axtarır ki, 2 mol su şəklində ayrılsın. Bu zaman xlorlar çıxan karbonların yanından, bax biri buradan, biri də bax buradan hidrogenlər qopacaq və 2 mol OH ilə birlikdə 2 mol HOH şəklində ayrılacaq.
Reaksiya nəticəsində əmələ gələcək butadiyen, alkadiyen əmələ gələcək. Butadiyen 1, 3. CH2 çıxar. Elə bil ki, bax xlorlar çıxan, xlor da çıxdı, hidrogen də çıxdı. Gördünüzmü? Bax xlor da buradan ayrıldı, hidrogen buradan və bunlar arasında xlor və hidrogenlər çıxan hissəyə bax bu qara xəttlər çəkmişəm, siqma rabitələr. Bax orada əlavə olaraq növbəti bir rabitə, pi rabitəsi əmələ gəlir və alkadiyen əmələ gəlir. CH2 2 qat rabitə CH, CH 2 qat rabitə CH2. Xlor çıxdı, buradan da hidrogen qopdu və o hissəyə xlor və hidrogenlər qopan hissələrdəki karbonlar arasında 2 qat rabitə daxil oldu və beləliklə butadiyen 1,3 maddəsi əmələ gəldi. Növbəti halda əgər biz alkanların dihalogenli törəmələri götürəriksə, onların üzərinə kalium hidroksid spirtdə məhulla təsir göstərəndə və halogenlər əgər qonşu karbonlarda və ya eyni bir karbonda yerləşərsə, alkinlərin əmələ gəldiyini müşahidə edə bilərik. Məsələn, gəlin baxaq. Alkanların dihalogenli törəmələrini yenə götürək, amma bu səfər belə deyək də halogenləri qonşu karbonlara yerləşdirək. Məsəl üçün deyək ki, CH2 xlor, CH xlor, CH2, CH3 belə bir maddə verib. Bunun üzərinə kalium OH-ın spirtdə məhlunu gəlmək istəyirəm. 2 mol kalium OH-ın spirtdə məhlunu gəldim. Bu zaman 2 mol kalium gəlib 2 mol xloru götürür, 2 mol kalium xlor şəklində çıxır. 2 mol kalium xlor şəklində çıxır və burada göründüyü kimi halogenlər qonşu karbonlardadır. Bu zaman 2 mol OH, 2 mol H yoldaşı axtarır ki, 2 mol su şəklində ayrılsın. Bu zaman xlorlar çıxan karbonların hidrogenləri, bax buradan bir hidrogen, buradan da bir hidrogen ayrılacaq. 2 mol H, 2 mol OH ilə birlikdə 2 mol HOH, yəni 2 mol su şəklində ayrılacaq. Daha sonra bax bu hissələrdən hidrogenləri qopartmışıq da, görürsünüz buralardan hidrogenlər qopubdu. O hissəyə 3 qat rabitə daxil olacaq. Əmələ gələcək alkin, CH, 3 qat rabitə C, CH2, CH3. Deməli, alkanların dihalogenli törəmələrinə kalium OH-ın spirtdə məhlulu ilə gəldikdə halogenlər uzaq məsafədə yerləşərsə alkadiyen əmələ gələcək, halogenlər qonşu karbonlarda yerləşərsə alkin əmələ gələcək. Ola bilər ki, halogenlər hətta eyni bir karbona da birləşmiş vəziyyətdə ola bilər. Bizə belə bir maddə veribdi, R, C, xlor, xlor, məsəl üçün deyirəm, məsəl üçün CH2R. Burada R-lər alkil radikallarıdır. Üzərinə gəlirəm kalium OH-ın spirtdə məhlulunu və 2 mol kalium OH-ın spirtdə məhlulunu gəlirəm. Bu zaman 2 mol kalium gəlib bu 2 mol xlorlarla birlikdə 2 mol kalium xlor şəklində ayrılır və 2 mol H da bax biri buradan, ikisi də belə deyək, daha doğrusu buradan qopacaq və 2 mol OH ilə birlikdə 2 mol HOH şəklində ayrılacaq. Yəni 2 mol su ayrılacaq. Və bu zaman əmələ gələcək alkinimiz R, C, 3 qat rabitəsi R. Belə bir alkin əldə etmiş olacağıq. Deməli, gördük ki, alkaların dihalogenli törəmələri götürülərkən, bax burada da baxdıq, alkaların dihalogenli törəmələrinin üzərinə sink metalı gələndə, halogenlər qonşu karbonlarda olanda alkin əmələ gələcək, daha doğrusu uzaq məsafədə, uzaq karbonlarda yerləşərsə halogenlər, bu zaman sikl alkan əldə olunacaq. Əgər alkanın dihalogenli törəməsinin üzərinə kalium OH-ın spirtdə məhlunu gələriksə, halogenlər uzaq məsafədə yerləşərsə alkadiyen əmələ gələcək. Dihalogenli törəmənin üzərinə kalium OH-ın spirtdə məhlunu gələndə halogenlər qonşu karbonlarda və ya eyni karbonda yerləşərsə alkin əmələ gələcək. Bu versiyalarda baxdıq. Bir də ola bilər ki, alkanın dihalogenli törəməsinin üzərinə kalium OH-ın suda məhlunu gəldik. Bu zaman 2 atomlu spirtlər əmələ gələcək. Məsəl üçün deyək ki, bizə veribdir CH2 xlor, CH2, CH2, məsəl üçün CH2 xlor. Bunun üzərinə gəlmək istəyirəm kalium OH-ın suda məhlulu, spirtdə yox, suda məhlulunu gəlirəm. Nəticədə 2 mol kalium OH-ın suda məhlulunu götürən zaman 2 mol kalium, 2 mol xlorla birlikdə 2 mol kalium xlor şəklində ayrılacaq və suda məhlulanda həmişə spirt yaranır. Deməli, buradan 2 mol kalium OH-dakı 2 mol OH gəlib bu xlor çıxan karbonlara birləşəcək. Nəticədə 2 atomlu spirt CH2OH, CH2, 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 OH, yəni butandiol 1,4 maddəsi əldə etmiş olacağıq. Deməli, bu da oldu oxşar reaksiyalar, hansı ki, alkanların halogenli və dihalogenli törəmələrinin üzərinə metallar və yaxud da ki, kalium OH-ın spirtdə və suda məhlunu gələndə hansı reaksiya məhsulları əmələ gəlirsə, biz orada çətinlik çəkirdik və buna qısa bir izah çəkmək istədim bu şəkildə. İnşallah ki, faydalı olar.